Adil Əliyev bir çoxlarının tanıdığı bir meyxançının evini dağıdıb. Gəlin sizə bir video göstərim. Sizin icra hakimiyyəti bizi bu vəziyyətə qoyur. Allah səni lənət eləsin. Lənət eləsin. Allah səni lənət eləsin Adil Əliyev. Sənin balalarımın evi bundan da pis günə qalsın. Qalacaq. Gəlin, Qalacaq. gəlin tutun. Hələ Bir qanım var. Allah and olsun, ana sənə deməmişəm, kəfənimi də alıb qoymuşam. Quran Yekaterinburqdan, anama zəng elədim. Bax bu Asayla getdi, sizə səs verdi. Səs vermişəm. Paylaşmışam. Orada Şahin Şıklinski ilə biz Cənab Prezident, xahiş edirəm sizdən. Babamızın atovuzuna çörəyə xatir. Nənəmizin sizsiz sağlığı südə xatir. Atovuz bizim babamızla həyatimizə gəlib gedən kişi olub. Biz bilməmişik, sonra olub prezident. Sonra olub prezident. 64'te babam rəhmətə gedəndən sonra biz azgöz Əlaqə kesilib sonra. getməmişik. Görüm böyüklər danışır ki, gördük gəldi başçı oldu. Biz azgöz adam olsaydı gedərdik Atovun qəbuluna ki biz Atovla qələm dost. Ələ adam olmamışıq. Elə bir vəziyyətə getirib çıxartıblar bizi ki, Cənab Prezident, xahiş edirik sizdən. Bizə kömək edin. Bizim haqqımız tapdalanır. 20 ailənin yeri var burada. 8 qızın, bir oğlun anası da gəlib sizə müraciət edir. Dostluğunuzun, Atovun dostluğunun qızıdır. Heç olmasa ona xatir hörmət edin bizə, Mehriban xanım. Qoca bastımda məni getirib. Bu video bir neçə gün bundan qabaq çəkilmişdi. Lakin paylaşmadım ki, görüm nə olacaq sonu. Çünki tanınmış şəxsdir, istəmədim paylaşım. Amma üstündən bir neçə gün keçdi. Gördüm ki, həmən video silinib. Həmən video məndə, bu video məndə var idi, yükləmişdim əvvəlcədən. Buradan onu demək istəyirəm ki, görürsünüz, bir çoxlarınız İlham Əliyevi seçmişsiniz, lakin sonradan peşman olursunuz. Meyxançı sahib Şürdəxanlının həmkarlarına demək istəyərdim ki, meyxançıların böyük əksəriyyəti xalqın pulu ilə tanınıb, lakin heç bir zaman bu xalqın tərəfində ola bilmədilər. Hər zaman bu hakimiyyəti təriflədilər. Ayıb olsun sizə.